Gördüyünüz kimi Şəki şəhərində Vahabilərin övladlarının namaz qılınması müşahidə olunur. Maraqlıdır, axı uşaqların məscidə getməsi qadağan edilmişdi. Niyə məhz şiiyələrin uşaqları məscidə buraxmaq olmaz, amma Vahabilərin uşaqların olar? Niyə axı Vahabilərin olmayan əqidəsini təbliğ edirsiniz? Onların övladlarını məscidə getməyə icazə verirsiniz. Bu qədərmi qorxursunuz şiiyələrdən? Allah sizi qiyamətdə başçınızla məhşur eyləsin. Şiiyəliyi ağa-babalarınız aradan apara bilmədi. Elə bilirsiniz ki, siz apara biləcəksiniz? Ləbbeyke ya Hüseyn. Karasayın üstünde. Burada.
Səyahətimiz Şəki Baş Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Xan Məscidi və Xan Mədrəsəsinədir. Xan Məscidi 1770-ci ildə Şəki xanı Məhəmməd Hüseyn Müştaq tərəfindən inşa etdirilmişdir. Məscidin qarşı tərəfindəki bir mərtəbəli binada dəstəmazxana yerləşməkdədir. Əvvəllər 1-ci Cümə məscidi adlandırılsa da, Məhəmməd Hüseyn xan məscidin yerləşdiyi ərazidə dəfn edildikdən sonra Xan Məscidi adını almışdır. 1853-cü ildə Şəki şəhərində baş vermiş yanğın nəticəsində Xan Məscidi, Nuxa bazarı və ətrafdakı evlər tamamilə yanmış və 2022-ci ildə məscidin 1961-ci ildə çəkilmiş fotoları əsasında tam şəkildə bərpa edilmişdir. Şirvan Abşeron memarlıq üslubunda inşa edilmiş 10 tağlı və 1 minarəli məscidin tikintisində çaydaşı, qırmızı kərpiç, yerli ağac növləri və tikinti materiallarından istifadə olunmuşdur. 450 kvadrat metr sahəni əhatə edən Xan Məscidi 14 pəncərə və 3 giriş qapısına malikdir. Tavanı Şəki Xan Sarayının tavanına uyğun olaraq şəbəkə quruluşunda yenidən yığılmış, yerə kiremit daşlar döşənmişdir. Məscidin qapı və pəncərələri xan dövründən günümüzədək olduqları kimi gəlib çatmış və bərpa edilmişdir. Məscidin daxili hissəsi yaşı 200 ilədək olan 50-dən çox müxtəlif, ölçülü xalı və kilimlərlə döşənmişdir. Bərpa zamanı məscidin alt hissəsində şəhərin su boru xəttinin bir hissəsi aşkar edilmişdir. Qadınların ibadət etdikləri hissədəki divarda bir neçə taxça yerləşir. Məscidin pəncərələri Şəki xanlarının, onların ailə üzvlərinin və yaxın qohumlarının dəfn edildiyi xan qəbristanlığına açılır. Məscid bərpadan sonra ibadət əhlinə açıqdır. Məscidin sağ tərəfində Xan Mədrəsəsinin binası yerləşir. 3 giriş qapısı, 24 pəncərəsi olan 2 mərtəbəli bina hazırda muzey kimi fəaliyyət göstərməkdədir. Muzeyin 1-ci mərtəbəsində Şəki xanları dövründə xanımların zinət əşyaları, 18-19-cu əsrlərdə Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri və adət-ənənəyə görə onların qarşılarına qoyulmuş mücrülər, kəlağayı sənətinə aid nümunələr, xanlıq dövrünə aid mis qablar sərgilənməkdədir. 2-ci mərtəbədə Şəki xalçaları və xalçaçılıq ləvazimatları, müxtəlif dövrlərə aid pul nişanələri, Əbdüllətif Əfəndinin Şəki xanlarının tarixi kitabı, xanlıq dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunələri və 18-19-cu əsrlərdə xan ordusuna aid silah nümunələri nümayiş etdirilir. 2-ci mərtəbədə yerləşən xan otağında Məhəmməd Hüseyn xan Müştaqa məxsus ud, şahmat lövhəsi, miniatür təsvirləri əsasında hazırlanmış xan geyimi və Səlim xana məxsus döyüş bayrağı sərgilənməkdədir.